Füzulidə var, deyir, aşiyanə murğ del zülfü pərişanındadır. Könlümün quşunun yuvası aşiyanə hardadır? Dağınıq saçındadır. Aşiyanə murğ del zülfü pərişanındadır. Ondan deyir, harda olsam ey pəri, könlüm sənin yanındadır. Yəni ki, bənzər bizim namaz qılmağımıza ya. Kimin ki qəlbi o formada zikirlə məşğuldursa, onun namazda fikri qaçmayacaq. Yəni. Fikri qaçmayacaq. O dəvənin balası ki, tövlədəydi, o oradadır fikri, Məcnunun fikri hardadır? Leylinin evindədir. Kimin qəlbinin quşu deyirlər, o hardadırsa, fikir ancaq oraya yönəlir. Hər öldürgünün üzvü ki, namazda fikri cəm eləyəsən, sən o namaza qədər necə yaşamısan? Qəlbin harda olub? Namazda da elə odur. Yəni bunu heç cür mümkün deyil. O misal çəkmişdim, bir də şüyüd toxumu əkib banan ağacı gözləmədə çıxsın da. Yəni nədirsən, necə yaşamısansa. Şüyüdlə bananı necə tapdırsan? Yəni bir-birinə dəxil olmayan şeylərdir də. Sən başlamısan belə dünyəvi yaşamaya. İndi gəlmirsən, namaz istəyirsən mükaşifə olsun, falan harabsan, orada ne işin var, sən o cür yaşamamsan. Mükaşifə də olur ha, amma necə olur? O sahədə olur da, öz sahəsində olur.